Qarabala Kişiyev 11 iyul 1994-cü ildə Xocavənd rayonunun Əmiranlar kəndində anadan olub. Azərbaycan ordusunun kiçik çavuşu olan Qarabala Kişiyev 2020-ci il sentyabrın 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Qarşı tərəfin post və istehkamlarının məhv edilməsində fərqlənib. Qarabala Kişiyev 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Beyləqan rayonunda yerləşən Xocavənd şəhərciyində dəfn edilib. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Qarabala Kişiyev ölümündən sonra Vətən uğrunda Füzulinin azad olunmasına görə, igidliyə görə və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.